Gününüz xeyirli olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün naqilin müqaviməti nədən asılıdır mövzusunun tapşırıqların izahına baxmış olacağıq. Amma hər zaman dediyimiz kimi, öz gələcəyinizin memarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayaq birinci tapşırıqdan. Deyir ki, nigar şəkildəki kimi elektrik dövrəsi yığdı. Dövrənin A və B uclarına hansı naqili birləşdirdikdə lampa daha parlaq yanar? Lampanın daha parlaq yanması üçün müqavimət mümkün qədər kiçik olmalıdır. Müqavimət nə qədər az olarsa, lampa daha parlaq yanmış olacaq. Bilirik ki, naqilin müqaviməti R bərabərdir rho, L bölünsün S düsturuna əsasən naqilin uzunluğundan, en kəsiyinin sahəsindən və hazırlandığı materialdan asılıdır. Naqilin uzunluğu nə qədər çox olarsa və en kəsiyin sahəsi nə qədər kiçik olarsa, müqavimət o qədər böyük olar. Amma bizə nə lazımdır? Biz dedik ki, lampanın daha parlaq yanması üçün müqavimət mümkün qədər kiçik olmalıdır. Yəni, L uzunluğu az olmalıdır, S en kəsiyinin sahəsi çox olmalıdır. Baxaq indi, bizə nə lazımdır? Qeyd edək burada. Müqavimətin az olması üçün, R-in yəni az olması üçün, R qeyd edək. R-in az olması üçün L az olsun, en kəsiyin sahəsi isə çox olsun. L uzunluq az olsun. Burada ən az uzunluq hansındadır? Ya C-dədir, ya da E-də. Demək ki, bunlar uyğun deyil. En kəsiyin sahəsi isə mümkün qədər çox olsun. Fikir verin burada. İkisi də 2S və 2S'dir. Deməli, L uzunluq və en kəsiyin sahəsi məsələsini artıq həll etdik. Sıra nəyə gəldi? Hazırlandığı materiala. Bəs naqilin müqaviməti hazırlandığı materialdan necə asılı idi? Mövzu izahına diqqət yetirək uşaqlar. Orada belə bir cədvəl var idi. Orada öyrənmişik ki, müqavimət artdıqca keçiricilik azalır. Yəni, keçiricilik nə qədər çox olarsa, müqavimət o qədər az olar. Fikir versəz burada, gümüşün keçiriciliyi misin keçiriciliyindən daha çoxdur. Və buradan belə bir nəticə gəlirik ki, gümüşün müqaviməti misin müqavimətindən daha azdır. O zaman, gəlin burada müqayisə edək. Davam edək uşaqlar çalışmanı. Deməli, en kəsiylərin uzunluqları və en kəsiyinə görə müqayisə etdik. Və hər biri eyni idi. Təkcə qalmışdı biz müqavimətləri, yəni rho-nu müqayisə edək. Müəyyənləşdirdik ki, gümüşün keçiriciliyi misin keçiriciliyindən çoxdur. Bu o deməkdir ki, gümüşün müqaviməti misin müqavimətindən daha azdır. Odur ki, doğru cavab C variantı. Müqavimət nə qədər az olarsa, parlaqlıq o qədər çox olmuş olar. İkinci suala keçək. Azər şəkildəki kimi elektrik dövrəsi qurdu. Sürgünü sola sürüşdürdükdə ampermetrin və voltmetrin göstərişi necə dəyişər? Ohm qanunundan istifadə edərək cavabınızı əsaslandırın. Gəlin uşaqlar, biz bilirik ki, rezistor vasitəsilə sürgünü sağa və sola hərəkət etdirməklə müqaviməti artırıb azalda bilərik. Və fikir versəz burada sürgü dayandığı nöqtəyə qədər olan hissədən cəryan keçmiş olacaq. Gəlin göstərək onu. Baxın, cəryan gələcək buradan. Açardan bağlı olduğu üçün keçəcək. Bax, bu hissəyə qədər sürgü dayanıb. Demək ki, bu hissədən cəryan keçəcək və lampanın üzərindən keçərək dövrə qapanacaq. Amma digər hissədə sürgü qolu gətirilmədiyinə görə həmin hissədən cəryan keçmiş olmayacaq. Demək ki, bizim cəryanımız keçir bax bu hissədən. Digər rənglədiyimiz hissədən isə, gəlin göstərək, bax bu hissədən isə artıq cəryan keçmiş olmayacaq. İndi bizdən nə istəyir? Deyir ki, Azər şəkildə kimi sürgünü sola sürüşdürdükdə ampermetrin və voltmetrin göstərişi necə dəyişir? Ohm qanunundan istifadə edərək cavabınızı əsaslandırın. Əgər biz sürgünü sola doğru hərəkət etdirəriksə, gəlin etdirək. Bax, tutaq ki, sürgü buradan deyil də, bax, sola doğru deyilsə, bax, buradan.
Fikir versəz burada sola doğru hərəkət etdiyi zaman artıq cərəyan daha az bir hissədən, rezistordan keçmiş olacaq. Yəni bu digər hissələr də artıq keçməyəcək. Daha az bir hissədən keçdiyinə görə bizdə müqavimətin düsturu necə idi? R bərabərdir rho, L bölünsün S. Daha az hissədən keçdiyinə görə uzunluq azalır, müqavimət azalacaq. Demək ki, uşaqlar biz izah etdik ki, müqavimət azaldığından Ohm qanununa əsasən lampadakı cərəyan şiddəti də artacaq. Çünki müqavimət azalıb. Amma lampanın müqaviməti sabit olduğundan və lampadakı cərəyan şiddəti də artdığından, I artdığına görə U bərabərdir. I vurulsun R üstünə əsasən. Lampanın cərəyan şiddəti artdığı üçün gərginliyi də artmış olacaq. B variantına fikir verək. Sürgünü sağa sürüşdürdükdə lampanın parlaqlığının dəyişməsi qrafikin hansı hissəsinə uyğun gələr? Cavabınızı əsaslandırın. İndi cavabımızı bu şəkildə əsaslandıraq. Hər şeyi silək və yenə də davam edək. Əvvəlcə necə idi? Bu hissəni göstərək. Deməli, bu hissəyə qədər cərəyan keçirdi, amma digər hissədən isə cərəyan keçmirdi. İndi isə bizdən istəyir ki, sürgünü sağa doğru sürüşdürdükdə, sürgünü sağa doğru sürüşdürdüyümüz zaman fikir verin, demək ki, daha çox hissədən cərəyan keçmiş olacaq. Daha çox hissədən cərəyan keçdiyi üçün də R bərabərdir rho, L bölünsün S. Uzunluq artır və müqavimət artır. Müqavimət artdığı üçün parlaqlıq azalmış olacaq. İndi bizdən də soruşur ki, sağa doğru sürüşdürsək, qrafikin hansı hissəsinə uyğun gələr? Parlaqlığın azalması. Birincidə artır, ikincidə. Demək ki, qrafikin ikinci hissəsinə uyğun gələr. Suyun çəndə boşaldılması təsvir olunub. Eyni uzunluqlu, müxtəlif diametrli borulardan axan su miqdarı fərqlidir. Bu hadisə ilə müxtəlif müqaviməti olan naqillərdən cərəyanın keçməsi arasında hansı oxşarlıq var? Suyun hündürlüyünə fikir versəz uşaqlar, hər boru üçün eynidir, əlbəttə ki. Və en kəsiyi böyük olan borudan daha çox su axmış olur. Bu hadisəni bənzədə bilərik. Eyni materialdan hazırlanır. Fikir versəz uşaqlar, istəyir sol tərəfdəki, istəyir sağ tərəfdəki borunun materialı eynidir. Uzunluqları da eynidir. Təkcə fərqlənir diametrlərinə görə. Bu hadisəni də bənzədə bilərik. Eyni ilə eyni cərəyan mənbəyinə növbə ilə birləşdirilmiş iki naqilə. Sadəcə olaraq həmin naqillər uzunluqları ilə və en kəsiyin sahələri ilə daha doğrusu uzunluqları ilə və materialları ilə bir-birinə bağlı olacaq, bir-birindən sadəcə fərqlənəcək en kəsiklərin sahələri ilə. Öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Naqilin müqaviməti nədən asılıdır? Biraz əvvəl bunun haqqında geniş ətraflı izah etdik. Naqilin müqaviməti onun ölçüsündən hazırlandığı maddədən asılıdır. R bərabərdir rho L bölünsün S-ə. Yəni uzunluğu ilə düz, en kəsiyin sahəsi ilə tərs hazırlandığı materialdan asılıdır. Dövrədəki cərəyan şiddəti hansı iki üsulla tənzimləmək olar? Bəli, dövrədəki cərəyan şiddətini rezistor və reostatdan istifadə etməklə tənzimləmək olar. Rezistor və reostat. Üçüncü sual. Hansı cihazın iş prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına əsaslanır? Əlbəttə ki, reostatın. Reostatın iş prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına əsaslanır. Reostat. Dördüncü sual. Sərbəst elektronlar ionlarla çox, yoxsa az toqquşduqda müqavimət böyük olur? Əlbəttə ki, daha çox toqquşduqda müqavimət böyük olur. Daha çox toqquşduqda. Beşinci sual. Nicat qurduğu dövrənin bir hissəsinə birləşdirdiyi mis naqili daha uzun naqillərlə əvəz etdikdə lampanın parlaqlığının azaldığını müşahidə etdi. Bəli. Baxaq şəkillərə.
Sual verir ki, A variantında lampanın parlalığının azalmasının səbəbi nədir? Bəli, burada naqilin uzunluğunun artması nəticəsində bu düstura əsasən yazaq. R bərabərdir rho, L bölünsün S düsturuna əsasən naqilin uzunluğu artdıkca müqaviməti də artmış olacaq. Yəni naqilin müqaviməti artır. Və dövrəyə verilən gərginlik sabit olduğundan, bu bərabərdir konstant olduğu üçün naqilin müqaviməti artarsa, naqildən keçən cəryan şiddəti azalmış olacaq. Bu bərabərdir I vurulsun R üstünə əsasən dövrədən söhbət gedir burada. Naqilin müqaviməti artdığı üçün cəryan şiddəti azalmış olacaq. Çünki U sabit qalsın. Biri artdığı zaman digəri mütləq şəkildə azalmalıdır. Sonra naqilin uzunluğunu sabit saxlayıb en kəsiyinin sahəsi daha böyük olan naqillərlə əvəz etsək, lampanın parlaqlığı necə dəyişər? Yenə də R bərabərdir rho, L bölsün S düsturuna əsasən. Bu dəfə uzunluğu sabit saxlayıram, amma en kəsiyinin sahəsini daha böyük olan naqillə əvəz edirəm, daha böyük. Yəni en kəsiyin sahəsi artdıkca bu dəfə müqavimət azalacaq. Çünki kəsirdədir və tərs mütənasib olaraq dəyişir. En kəsiyin sahəsi artdıkca müqavimət azalır və müqavimət azaldığı üçün yenə də U bərabərdir I vurulsun R düsturuna əsasən. Bu dəfə müqavimət azalır, demək ki, cəryan şiddəti artacaq. Çünki yenə də verilən gərginlik sabitdir. Və 6-cı suala da baxaq uşaqlar. 6-cı sualda bizdən soruşur ki, Leyla maddələrin elektrik keçiriciliyini yoxlamaq üçün K və L uclarına növbə ilə eyni ölçülü mis, gümüş və plastik çubuqlar bağladı. Hansı halda lampa yanmaz? Və buna səbəb nədir? Əlbəttə ki, lampa yanmaz hansında keçiriciliyi olmadıqda. Keçiriciliyi hansında yoxdur? Plastik çubuqda. Demək ki, plastik çubuğu naqilin K və L ucuna taxdığımız zaman, bağladığımız zaman keçiricilik yanmaz və lampa yanmaz. Hansı halda lampa daha parlak yanar? Lampanın daha parlak yanması üçün keçiricilik mümkün qədər çox olmalıdır ki, müqavimət az olsun. Və biraz əvvəl göstərdiyim o cədvələ əsasən gümüşün keçiriciliyi ən böyükdür. Gümüşün keçiriciliyi ən böyük olduğuna görə müqaviməti ən kiçikdir. Demək ki, mən burada gümüşdən hazırlanmış bir çubuq bağlayaram ki, lampanın müqaviməti, daha doğrusu naqilin müqaviməti kiçik olsun və lampa daha parlaq yansın. Demək ki, gümüşdən hazırlanmış, gümüş yazaq bura. Çubuq bağlamış olaram. Və 7-ci sual, riyastatın şərt işarəsi hansıdır? Əlbəttə ki, C variantı. Belə uşaqları bu şəkildə sizinlə bütün tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Sağ olun uşaqlar.